İndi isə sizinlə bir sıra funksiyalardan danışacağıq, hansılar ki, biz danışmamışıq. Əm, Əsas bu üçünün fərqinə baxaq. Roll number, rəng və dance rank. Gəlin birinci bu görsəl üzərindən elə fərqi izah edeyim, sizə tam aydın olsun. Sonrasında nümunələrimizə keçid alacağıq. Tutaq ki, bizdə insanların adlarıdır burada gördüyünüz kimi və satışlarıdır. Biz burada ilk baxdığımız zaman bu iki sütuna nə görürük? Görürük ki, Alexlə Johnun satışı ikisi də 7-yə bərabərdir. Düzdür? Bizdə 3 cür bunun sıralama növü var. Row number bildiyimiz sıradan, yəni 1 2 3 4 5 6 bu şəkildə row number sıralayır. Yəni row number bildiyimiz, yəni tipik bir sıralama metodudur. Amma rənglə dance rəngin bir-birindən fərqi var və niyə bu cür sıralanır? Sizinlə bunu danışacağıq. Baxın, bizdə Haris birincidir və bir dənədir. 10.000 tutaq ki, deyək ki, satışdır. Bir dənədir, düzdür? Alex və John'dan ikisi də 7 satıblar, 7.000 satıblar tutaq ki. İkisi də olur 2. 2 dəyəri ilə göstərilir. Çünki ikisi də eynidir axı. Birinə 2, birinə 3 yazmaq artıq düzgün deyil. İkisi də ikinci yerdədir. Amma Brian bizi burada qeyd olunur 4. Yəni məndə artıq 3 yoxdur. 3 əslində bu olmalı idi. Amma rəng istifadə etdiyimə görə məndə burada ikisi də 2 olub. Və sonrasında avtomatik olaraq 4-ə keçmişəm və 5, 6 bu formada sıralanır. Dance rəngdən fərqi isə dance rəng 2, 2 bu formada göstərir, lakin baxın 3-ü də göstərir. Yəni burada birbaşa 4-ə keçid alır, 3-ü göstərmir. Dance rəng isə bir növ dance nə deməkdir? Sıx deməkdir ingilis dilindən tərcümədə. Yəni bir növ sıxır da. Ona görə də bütün rəqəmləri burada göstərir. Yəni bir növ bir-birindən fərqi sırf yəni adına görədir əslində. Və biz məsələn row number-la bunun fərqinə baxsaq, burada 6 dənə sətr var. Burada daha doğrusu sətr deməyək, 6 dənə sıralama var. Burada isə 5 dənə göstərir. Niyə? Çünki 2 dənə bizdə eyni olan dəyərimiz var. Gəlin indi nümunələr üzərindən baxaq. Mən hazır formada qeyd eləmişəm nümunələri. Gəlin elə onun üzərindən də gedək. Tutaq ki, sırasına görə, row number-a görə bildiyimiz, yəni tipik olaraq, baxın bununla bu eynidir də, yəni heç bir fərqi yoxdur. Sıralamaya görə sıralayır, 107, 107, heç bir fərqi yoxdur. Sadəcə olaraq yazılışını necə yazırıq? Biz əgər istəyiriksə, tutaq ki, maaşa görə sıralama, burada maaşı qeyd edirik və burada yazmalıyıq 4-cü sütunda biz nə istəyirik? Bu elə bil ki, bizim 4-cü sütunumuzdur da, düzdür? 1, 2, 3, 4. Burada da 3-lənsin ki, 4-cünün budur. Row number-la sıralamaq istəyiriksə, təbii ki, ilk növbədə yazmalıyıq row number. Sonrasında nəyin üzərindən biz, niyə görə sıralayırıq? Biz deyirik ki, maaşa görə sıralayaq. Maaşın tutaq ki, azalan sırası ilə sıralayaq. Düzdür? Biz burada baxsaq, məsələn, 24.000 bizdə Stephen King ən yüksək maaşı idi, düzdür? Ona görə də azalan sıra ilə sıralayır. Və burada yəni overdan istifadə olunur. Və burada bildiyimiz kimi aliasdan istifadə olunub. Row-nam, istəyirəm başqa bir şey də yazaram, heç bir fərqi yoxdur. From HR employees, yəni adi qaydada. Row number-dan danışdıq. İndi gəlirik rəngə. Rəngi sıralayanda normal qaydada. Burada görəcəyik ki, yenədən eyni formada, məsələn, order by eyni şəkildə yazıb. Sadəcə olaraq burada əvəzinə rəng yazılıb row number-ın əvəzinə və görəcəyik ki, bayaq danışdığımız kimi rəng 2, 2 yazıb və birbaşa 4-ə keçib. Artıq 3-ü qeyd eləməyibdir. Çünki niyə? Bizdə 2 dənə əməkdaş 17.000 dollar pul alır. Ona görə də biz bu formada rəngi istifadə edə bilərik. Sonrasında dance rəngi eləsək, baxın, dance rəngdə necə olacaq? 1, 2, 2, 3 olacaq artıq. Düzdür burada? Gəlin eləyək. Baxaq. Baxın, 1, 2, 2, 3. Niyə? Çünki dance rəng sıxırdır. Bizə 3-ü də göstərirdi əlavə olaraq. Bu bizim dance rəngimiz oldu. İndi mən bilmək istəyirəm ki, dance rəng bəzən partition by-la da istifadə olunur. Tutaq ki, mən bilmək istəyirəm ki, mənim departamentimdə sıralama necədir? Departament bazlı sıralama yüksəkdən aşağıya doğru, amma departament bazlı olsun sırf. Gəlin bir dənə run edeyim, sizə tam aydın olacaq. Tutaq ki, mənim departament ID-im 10-dur. Gəlin buna baxaq. 20 departamentdə məndə 2 dənə burada dəyərim, maaşım var, düzdür? Və mənim 2 dənə sadəcə işçim var ki, departamentdə burada 2 dənə
fərqli cür maaş alır, düzdür? Bu məndə olur birinci və ikinci. İkisi də bir-birindən fərqli dəyərdir, 1, 2. Amma burada niyə 1-2 qeyd olundu? Çünki biz artıq fərqli departamentə keçmişik. Çünki biz ilk növbədə bizə lazım idi 10-cu departamentin neçə maaş aldığı. Bizdə 1 nəfər var idi, 4400 alırdı və birinci olurdu. İndi isə keçid alırıq başqa departamentə. Mən artıq burada 2 qeyd eləyə bilmərəm, çünki mən departament bazlı sayıram axı. Ona görə də bu da bu formada qeyd olunur. Məsələn, tutaq ki, baxın, görürsüz 50-ci departamentdə artıq 4, 5, 6 bu formada getdi. Yəni çox rahat bir şəkildə bunu tapmaq olar. Tutaq ki, mən deyirəm ki, məsələn, mənim 50-ci departamentimdə 2 dənə işçi eyni maaş alır. Axı mən dance rank istifadə eləmişəm, roll number istifadə eləməmişəm. Bu zaman 11-11 olur. Yaxşı, mən burada dance rank yox, rank istifadə eləsəydim nə olacaqdı? Olacaqdı 11-11, bu nə olacaqdı? 13 avtomatik. Çünki rankdir. Bunu da yəqin ki, aydın oldu deyə düşünürəm sizə. Gəlin lag funksiyasına baxaq. Lag funksiyası nə edir? Deməli, sizdən tutaq ki, gəldik, TG olsun, düzdür? Mən bunu sıralamışam ask olaraq, yəni artan sırayla sıralamışam, düzdür? Yəni heç bir şey qeyd eləmədiyimə görə bu default olaraq ascending formasında götürür. Ascending formasında götürdüyünə görə biz baxırıq ki, maaş 2100-dən başlayır. 2100-dən əvvəli heç bir maaş yoxdur, düzdür? Ona görə 0 götürür. 2200, düzdür? 2200-dən əvvəl nə idi? 2100. Gətirir bura 2100-ü yazır. Sonra gəlirik əvvəlki nə idi? 2200. 2200-dən əvvəlki nə idi? Yenə 2200. Gəlirik 2400. 2400-dən əvvəlki 2200. Bu formada bir öncəki maaşı götürür, yazır. Bu da maaşlar arasında fərqləri tapmaq üçün istifadə olunan bir metoddur. Məsələn, mən burada salary 1 yox, 2 yazsam, bu artıq 2-2 baxmağa davam edəcək. Gəlin baxaq. Görürsüz artıq ikisini 0 götürdü, düzdür? 2200 burada yazanda 2100-ü götürdü. 2 dənə qabağa getdi. Bu formada yəni istifadə olunan bir funksiyadır. Sonrasında gəlin baxaq lead-ə. Lead nə zaman istifadə olunur? Niyə istifadə olunur? Lead də elə bil ki, belə deyək də, lag-in tərsidir. Lead-də də başlayır, növbətini sayır. Biz məsələn bir dənə öncəkinə previous-a getmişdik, düzdür? Lag-ı hesablayarkən previous salary'ına baxırdıq. İndi isə next salary-yə baxacağıq. Yəni 2100-dən sonrakı maaş nədir? 2200. Gətirib yazıb bura. Burada isə ən aşağıdakı dəyərimiz 0 olacaq. Görürsüz, bir sonrakı maaşı yazdığına görə ən sonrakı dəyərimiz 0 oldu avtomatik olaraq. Daha sonrasında biz baxa bilərik first value-ya. First value əslində məsələn, burada sırf yazılan query-ni biz max qrupa ilə də yaza bilərik. Amma biz sırf first value-nu keçdiyimizə görə bu nümunə ilə getmək istədim. Gəlin belə eləyək. First value bizdə gördüyünüz kimi 3 dənə sütunumuzu yazdıq. Bizə indi lazımdır ki, departament üzrə ən yüksək maaşı tapaq. Ki, departament üzrə ən yüksək maaş nədir? Biz görərik ki, 20-ci departamentdə 2 dənə işçi var. 13.000 biri maaş alır, biri 6.000. Amma bizdə ən yüksək istədiyinə görə biz 13.000-i götürə bilərik, düzdür? Ona görə də biz first value burada qeyd edirik və artıq burada salary. Bizə lazım olan nədir? Salary. Və nə üçün qruplaşdırsın? Over partition by department ID, departamentə görə. Çünki bizdən istənilır departamentə görə qruplaşdırma. Və salary-ni descending götürürük. Niyə descending götürürük? Çünki bizdə first value-da axı. Mən burada ascending yazsam, bu gedib aşağı maaşı götürüb tapacaq. Məsələn, gəlin ascending yazım bura. Bu formada yazım. Gəlin baxaq. Mən bura ascending yazdım, düzdür? Baxın indi. Şöbə üzrə ucu highest-ı götürmür. Ucu lowest-ı götürür. Ən aşağı maaşı götürür. Ona görə də burada descending yazmalıyam ki, mən yüksəkdən doğru sıralasın və birinci dəyəri götürsün. Bu formada biz artıq baxa bilərik ki, departament üzrə ən çox maaş alan işçilər kimlərdir? SQL dərslərimizdən bu qədər. Düşünürəm ki, bir çox mövzuları əhatə elədim. Hər nə isə yadımdan çıxıbsa, növbəti videolarda yəqin ki, əlavə eləyərəm. Ümid edirəm ki, sizə fikirlərimi çatdıra bildim.
Nə suallarınız olsa, mütləq şəkildə yorumlarda və yaxud mənimlə LinkedIn üzərindən əlaqə saxlaya bilərsiniz. Instagram səhifəm Data with Aysun. Burdan da əlaqə saxlaya bilərsiniz. Hər hansı bir suallarınız olarsa köməklik eləməyə hazıram hər zaman. Videolarımı izlədiyiniz üçün, ümid edirəm ki, diqqətlə baxıb anlamısınız. Baxdığınız üçün təşəkkür eləyirəm. İnşallah növbəti dəfələrdə artıq digər proqramları çəkməyə fikirləşirəm. Power BI olsun, Excel-in bəzi çətin funksiyaları olsun. Bunları çəkməyi düşünürəm. Növbəti videolarda artıq görüşərik. Təşəkkürlər, sağ olun.